Ağcabədidə soyuducu üstündə arvadını döyüb. Məlumata görə hadisə rayonunun Hüsülü kəndində baş verib. İttihama görə hadisə bu ilin iyunun 22-sində qeydə alınıb. Adı çəkilən kənddə yaşayan Nazim 17 ildir ki, Gülşən adlı qadınla evlidir. O öz adına kreditlə soyuducu götürərək arvadının anasına verib. Razılaşmalara görə həmin soyuducunun pulunu Raifə adlı qaynana ödəməli idi. Qadın bu pulun bir hissəsini ödəsə də qalan hissəsini ödəmədiyi üçün Nazimi məhkəməyə veriblər. Nazim Gülşənə anasının pulu ödəmədiyini deyib. Buna görə də cütlüyün arasında mübahisə düşüb. Nazim əsəbləşib və stulu götürərək Gülşənin başına vurub. Qadına zərbə endirdikdən sonra evi tərk edib. Nazim törətdiyi hadisəyə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. O ifadəsində peşman olduğunu bildirib. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edib. Zərər çəkmiş Gülşən isə ifadəsində qeyd edib ki, Nazim ona stul atdıqdan sonra başını çardağın dəmir borusuna vurub. O əri ilə barışmadığını və cəza verilməsini məhkəmədən istəyib. Ağcabədi rayon məhkəməsinin hökmünə əsasən Nazim cinayət əməlini törətməkdə təqsirli bilinib və 300 saat müddətə ictimai işlər cəzasına məhkum edilib.